Şalvar geymək vəhşilikdir. Qədim Romalılar belə düşünürdü. Bilirdinizmi ki, ilk şalvarları modelyerlər yox, qədim süvarilər icad edib? Bəli, təəccüblü səslənsə də bu belədir. Şalvar geyinən ilk insanlar təxminən 3000 il əvvəl yaşayıblar. Ən qədim şalvarlar arxeoloqlar tərəfindən Çinin tarım hövzəsində aşkar olunmuşdu. Onları nadir hallarda atlarından düşən iskit, sarmat və hun köçərləri geyinirdilər. Çünki soyuq havadan onları yalnız şalvar qoruya bilir. Yunanlılar və Romalılar şalvar geyinən xalqları barbar hesab edirdilər. Lakin onu da qeyd etmək lazımdır ki, Romalıların geyindiyi toqa onları soyuqdan qoruya bilmirdi. Elə buna görə də işğalçı yürüşlər zamanı Roma döyüşçüləri də tədricən şalvardan istifadə etməyə başladılar. Çünki o yüngül və rahat olmaqla yanaşı, döyüş zamanı sevincliyi də təmin edir. Beləliklə, bu praktik geyim qədim dünyanın digər ölkələrinə də yayıldı. Başqa bir maraqlı məqam isə odur ki, 20-ci əsrin əvvəlinə kimi bir çox qərb ölkələrində qadınların şalvar geyinməsi qəti qadağan idi. Birinci Dünya müharibəsi illərində zavod və fabriklərdə kişiləri əvəz edən qadınlar iş zamanı tədricən şalvar geyinməyə başladılar. 1950-ci illərdən etibarən artıq qadınlar ictimai yerlərdə də şalvar geyinirdilər. Beləliklə, şalvar bu məqsədlər üçün ixtira edilmişdi. Yəhərdə rahat oturmaq və soyuqdan qorunmaq üçün.